Değerli izləyicilərimiz, sizə bu dəfə gözəl bir həyət evi təqdim edəcəyik. Həyət evimiz Qurtuluş 93 yaşayış kompleksinin tam yaxınlığındadır. Gördüyünüz Qurtuluş bağçalı evlər imtahanı gördünüz tam yaxınlığında. Məktəb, bağça, lisey fəaliyyət göstərir. Bir də buradan da keçdiniz həyət evinə. Gözəl bir yerdə həyət evi göstərir. 3 sot torpaq sahəsində tikilmiş bir həyət evi. Buyurun baxaq. Salam dəyərli izləyicilərimiz. Sizə gözəl bir həyət evi göstəririk. Hal-hazırda çıxarış əlimizdə. Torpağımızın, bir mənzilimizin bütün çıxarış əlimizdə. İpoteka yararlı bir mənzildir. Dəyərli izləyicilərimiz. Gördüyünüz kimi mənzilimiz 2 mərtəbəlidir. Qəşəng 3 sot torpaq sahəsində inşa edilib. Bir səlqəli həyəti var. Sizi inandırım ki, həyətinə bir 4-5 dənə maşın daxil ola bilər. Biz çünki effekt vermirik, 0.5-lə çəkmirik deyə həyəti biraz balaca görsənmiş ola bilər. 2 mərtəbəlidir. Mərtəbələr arası monolitdir. Dəyərli izləyicilərimiz. Bura kombi otağıdır. İndi ev sahibi burada düzdür, yaşamır. İndi ola bilər ki, ev biraz toz olar. Biz də toz olduğu üçün üzürü sayın ki, ayaqqabı ilə daxil oluruq. Çünki tozlu ev. Evdə yaşayış yoxdur hal-hazırda. Gördüyünüz otaq hal-hazırda qonaq otağıdır. Yenə dediyim kimi çıxarış əlimizdədir, ipoteka yararlıdır, sənədlər qaydasındadır. Gördüyünüz, mənzilimizdə gördüyünüz bütün əşyalar mənzildə qalacaq. Ümumi sahəsi 150 kvadrat metrdir. 2 mərtəbəli gözəl bir həyət evidir. 5 otaqdan ibarətdir. Gördüyünüz qonaq otağı idi. İndi sizə mətbəx hissəsini göstəririk. Ev sahibi mətbəxdən də heç bir əşya, elektronika götürmür. Gördüyünüz mənzil çox həqiqətən də səlqəli, evdə az yaşayış olunubdur. Demək olar ki, yaşayış olunmur. Ev sahibi rayonda olduğu üçün Bakıya gələndən gələnə gəlir burada yaşayır. Belə də bir yataq otağı var. Əlavə bir yataq otağıdır birinci mərtəbədə olduğu üçün. Birinci mərtəbədə 2 dənə otaq var. Bu sanitar qovşağında göstərək. Belə ikinci mərtəbənin belə bir foyesi var. İkinci mərtəbədən balqona çıxış var. Tam yaşayışlı, gir yaşa. Götür paltarı, gir yaşa bir mənzildir. İndi sizə ikinci yataq otağını göstərirəm. Belə bir ikinci yataq otağı vardır. Sahəsi 150 kvadrat, tam dolu əşyalı. 2 mərtəbəli həyət evidir. Dəyərli izləyicilərimiz, indi sizə ikinci mərtəbəsini göstərdiyimiz üçün ikinci mərtəbədə olan sanitar qovşağıdır. Tam dolu təchizat, ipoteka yararlı, sahəsi 150 kvadrat və 5 otaqlı. Bura mənzilimizin 4-cü yataq otağıdır. Dəyərli izləyicilərimiz. Bura yataq otağıdır, tam dolu əşyalı. İndi sizə 5-ci otağı göstəririk. Bura 5-ci otaqdır. Çox gözəl, səlqəli, mərtəbələr arası monolit, gözəl bir həyət evidir. Torpaq sahəsi 3 sotda inşa olunubdur. İnşallah real alıcılara endirim olacaq. İlkin qiyməti 160.000 manatdır. Dəyərli izləyicilərimiz, bugünkü gün 150 kvadrat ev almaq olmaz. 160.000 manata, həqiqətən də. 160.000 manata bina evindən gedib 120 kvadrat ev ala bilərsiniz. Bina evindən. Amma buranın 3 sot torpağı var, 5 otağı var, dolu əşya ilandır. Hətta əşyaları çox səlqəlidir. İnşallah buyuruq, bizimlə əlaqə saxlayın, real alıcılara endirim olacaq. Bizimlə əlaqə saxlamaq üçün 050 202 72 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.